Ölkədə şagird və tələbələrə ictimai nəqliyyatda güzəştlər olmalıdır. Bunu Ombudsman Səbinə Əliyeva 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi ilə bağlı çıxışında bildirib. O qeyd edib ki, digər ölkələrin təcrübələri nəzərə alınmaqla sosial istiqamətlərdə bir sıra güzəştlər həyata keçirilməlidir. Zəruri maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğu insan hüquqlarının təmini ilə bağlı aşağıdakı problemlərə diqqəti yönəldərək bildirmək istərdim ki, xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması çox müsbət hal olardı. Ümid edirəm ki, qeyd olunan təkliflər ölkə üzrə müəyyən edilmiş prioritetlər, maliyyə durumu və büdcənin vəziyyəti nəzərə alınaraq mərhələli şəkildə öz həllini tapacaq və insan hüquqlarının daha səmərəli təmin olunmasına öz müsbət töhfələrini verəcəkdir. Tələbələr bildirirlər ki, ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə onların aylıq nəqliyyat xərcləri də ciddi şəkildə artıb. Mənim özümün gün ərzində dərsə gedib gəlməyə hardasa təqribi təkcə yol puluna 5 manat çıxır. Yəni qidalanmadır falan, yəni hardasa 10 manat, 15 manat civarı çıxır. Yol pulu məncə tələbələr üçün güzəşt olunmalıdır. Yəni 60 qəpikdir normalda, 20 qəpiyə indirilsən məncə mükəmməl olar. Tələbələrə verilən stipendiya azdır, yol pulunu da nəzərə alaraq bir sıra güzəştlər olunmalıdır mənim fikrim. Məsələn, gündəlik sizin nə qədər xərciniz çıxır universitetdə? Universitet üçün, yəni təqribi olaraq yol pulunu da hesablasaq bəli 2 manatdan yuxarı. Həm də ki, yəni stipendiya da az verildiyinə görə, yəni aylıq idarə üçün də uyğun deyil bu. Ona görə çətinlik yaradır. Şəxsən yol pulu məndə çox çıxır. Bəzən adamlarda ola bilər ki, 150 ya da 200 manat çıxa bilər. Yəni bu da çoxdur, yəni tələbələr üçün şəxsən. Yəni mənim üçün də belə baxanda çoxdur. Təhsil ekspertləri deyirlər ki, qonşu Türkiyədə lisey və universitet tələbələri adətən endirimli tariflərdən yararlanırlar. Məsələn, İstanbulda tələbə kartı sahiblərinə nəqliyyatda 50%-dən çox endirim tətbiq olunur. Həmçinin Ali Təhsil Qurumunun mərkəzləşdirilmiş imtahanlarında imtahan giriş vəsiqəsini təqdim edən şagirdlərə ictimai nəqliyyatdan pulsuz istifadə imkanı verilir. Bu imkan imtahan başlamazdan müəyyən müddət əvvəl başlayır və imtahan bitdikdən sonra müəyyən vaxta qədər davam edir. Reallıq necədir? İstər Türkiyədə, istər Avropa ölkələrində tələbə kartları tətbiq olunan ölkələrdə tələbələr ictimai nəqliyyatdan güzəştli istifadə edə bilirlər. Eyni zamanda hal-hazırda bir sıra digər ölkələrdə də var. Aylıq kart götürənlər böyük bir endirim əldə edirlər. Düşünürəm, tələbələr üçün tələbə kartları ilə ən azı indiki dövrdə 50% ictimai nəqliyyatdan 50% endirim etmək və yaxud da ki, aylıq bir limit müəyyən eləmək və həmin limitdən əlavə olaraq deyək ki, 30 gedişdən sonra deyək ki, tələbə kartı ödənişsiz olsun. Yəni tələbələr üçün ödənişsiz olsun. Və yaxud da tələbə kartı ilə istifadə edənlər 50% qədər ödəniş etsinlər. Bu kimi güzəştlər tətbiq etmək olar. Məsələ ilə bağlı Təhsilin İnkişafı Fondundan Xəzər xəbərə bildirildi ki, ictimai nəqliyyatda güzəştlərin tətbiqi fondun səlahiyyətinə aid məsələ deyil və bu istiqamətdə qərarlar aidiyyatı dövlət qurumları tərəfindən qəbul olunur. Bununla yanaşı fondun həyata keçirdiyi Tələbə Plus layihəsi çərçivəsində tələbələr ölkə üzrə 400-dən çox tərəfdaş vasitəsilə 75%-dək endirimlərdən yararlana bilirlər. Layihə tələbələrin gündəlik xərclərini optimallaşdırmağa və sosial imkanlarını genişləndirməyə xidmət edir. Nərmin Məmmədhəsənli, Davud İbrahimov, Xəzər xəbər.